Çox güman ehtimal olunur ki, buraxılış imtahanı asan ola bilər. Bugünkü videoda buraxılış imtahanının asan olma səbəblərini araşdıracağıq. Yəni dəlilləri ilə tək-tək niyə buraxılış imtahanı bu il asan düşə bilər və hansı səbəblərdən dolayı asan düşə bilər? Bu bir şansdırmı, yoxsa məntiqi bir səbəbi varmı? Bu videoda bugün bunu müzakirə edəcəyik. Kanalıma xoş gəldin. Biz bildiyiniz kimi biz 2026 buraxılış olduğumuza görə bizdən sonra yeni imtahan proqramı formatı gələcək. Bizim 9-cu siniflərimiz artıq fərqli cür imtahan verirlər. Onlar listeningdən başqa cür imtahan alırlar, mətndən başqa cür imtahan alırlar. Hətta onların mətn suallarının həcmi də genişləndirildiyinə görə bizdə biraz yığcamdır. Onlara daha çox bal verir. Onlarda da listening qismən çətinləşdirilib. Hətta deyilir ki, 9 və ya 11-lərdə gələcək nəsillərdə Azərbaycan dilinin asanlaşdırılması ehtimal olunur. Yəni bu da bizə bir sual yaradır ki, bəs bizim imtahan formatımız fərqlidirsə, hər halda ballarda dəyişiklik olacaq. Yəni nə deyə bilərəm? Deyə bilərəm ki, biz bu tip imtahan verən, yəni köhnə üsullarla imtahan verən axırıncı şagirdlərik əgər məzuna qalmasaq, axırıncı şagirdlərik və bu da öz bərabərində bizə bir şey gətirir. Son imtahan olduğuna görə imtahan asan ola bilər. Bu imtahanı verən son şagirdlər olduğumuza görə imtahan asan salma ehtimalları var. Çünki biz sonuncu dəfə belə imtahan verəcəyik və bir daha da belə bir imtahan olmayacaq. Bu formatda imtahan olmayacaq. Yəni buna görə də bizim buraxılış imtahanımızın asan olma ehtimalı daha yüksək gözlənilir. Ki bu bəzi gənclər, yəni bəzi abituriyentlərə şans ola bilər və ya mənfi ola bilər. Məsələn, artıq sən bloka hazırlaşırsan və blokun çətinliyinə görə sən buraxılışdan daha az bal toplaya biləcəksən. Yəni deməyim odur ki, biz biraz buraxılışa üstünlük verək ki, buraxılışdan məsələn planlaşdırıram 250 yığan bir şagirdsansə, istəyirsə 280-290 ballıq buraxılışdan balını götürəsən. Əlbəttə, hətta bu sənə məzuna qaldıqda belə kömək edəcək, balını dondurub yenidən artıq blok fənləri üzrə hazırlaşa biləcək və istədiyin universitetə çox rahat bir şəkildə, bu ilə nəzərən çox rahat bir şəkildə daxil ola biləcəksən. Yəni imtahan dondurma qaydası, imtahan balını dondurma qaydası əminəm ləğv olunmayacaq, yəni 2 il qüvvədədir. Məsələn 280 yığacaqsan, 270 yığacaqsan, 290 yığacaqsan, donduracaqsan və gələn ildə bloka təkmilləşdirilmiş bir şəkildə hazırlaşmağa davam edəcəksən ki, bu da sənə faydası olan bir şey olacaq. Buraxılış imtahanının asan olma səbəblərindən biri də məhz budur ki, biz bu qaydada imtahan verən sonuncu şagirdlər olduğumuza görə imtahan asan olunması gözlənilir. Digər səbəbi nədir? İmtahanın, yəni buraxılış imtahanının asan olma səbəbi ümumilikdə respublika üzrə verilən imtahandır. Bildiyin kimi bu buraxılış imtahanına həm 1-ci, həm 2-ci, həm 3-cü, həm 4-cü, hətta 5-ci qruplar belə eyni buraxılış imtahanı modeli ilə imtahan verirlər. Yəni 60 ballıq potensiala malik gənc də o imtahanı verir. 300-400 ballıq potensiala malik gənc də o imtahanı verir və 600-700 bala malik gənc də eyni imtahanı verir. İmtahan formatı eyni olduğuna görə imtahan sualları orta səviyyəli və çətin səviyyəli olaraq dəyərləndirilmir. Asan və orta səviyyəli olaraq dəyərləndirilir ki, məsələn, zəif olan şagird 150, orta olan 200, güclü olan 250 bal toplaya bilsin. Yəni imtahan formatının yaradılmasında əsas məqsədlərdən də biri budur ki, unikal olsun və bütün şagirdlər bu imtahanı yaza bilsin. Digər üsulə gələcək olsaq, bu blok imtahanının çətin olması ehtimalıdır. Bildiyin kimi hər zaman hər il blok çətin olub, buraxılış asan olub. Mənim bir qrup yoldaşım var. O hal-hazırda buraxılışdan 290 bal yığıb. Deyə bilərsən, buraxılışdan 290 bal çox yüksək bir baldır, amma halbuki o bu dəqiqə universitetdə oxumur və məzuna qalır. Heç buraxılışla deyil, bloka da biraz üstünlük vermək lazımdır. Bu daha çox müraciət edilmişdi mənə. Məyər bloku boşlayaqmı? Boşlama, sadəcə səthi get, yəni necə deyim, qaydasını oxu, testini yaz və salam. Əlavə çalışmağa gərək yoxdur. Müəllimin verdiklərini etsən, onunla kifayətləsən, sənə bəs edəcəkdir. Yəni bir digər ehtimal da budur ki, blok imtahanı çətin formatda salınsın, buraxılış imtahanı asan formatda salınsın ki, bu da tarazlığa gətirib çıxarır. Buraxılışın asan salınmasının bir digər səbəbi də hər halda açılacaq yeni universitetlərə daha çox tələbənin götürülməsi, daha çox bal tələb edilməyinə görə daha çox universitetlər, yeni universitetlər yaranması, xüsusən də Qarabağda artıq yavaş-yavaş yeni universitetlər açılmağa başlayır ki, bu da daha çox abituriyenti cəlb etmək ola bilər. Məncə ən əsas ünsur burada bizim bu buraxılış formatından xilas olmağımız olardı. Yəni dediyim kimi
çətin də sala bilərlər, amma bir asan olma ehtimalını da mən nəzərdə tuturam. Mən demirəm dəqiq asan olacaq. Əlbəttə kahin deyiləm, heç bir şey bilməyə bilərəm. Məncə bu il buraxılış imtahanı çox asan olacaq. Əminəm faydalı bir video oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.